bir doğuş keçirib, bir hamiləlik olub, amma uşaqlıq sallanıb. Maraqlıdır, keysəriyyə əməliyyatı keçirmiş xanımda belə vaginoplastikaya ehtiyac olurmu? Biri var öskürəndə, asqıranda, biri var ki, tamamilə sidiyin gəzəndə belə axması baş verirdi. Əməliyyatdan bir həftə sonra yenə eyni problemi yaşadım. Pasient biraz güc verir və yenidən sallanma baş verir. Vaginoplastika əməliyyatı qadınların özgüvənini çox artırır. Vaginoplastik əməliyyatı sidik qaçırmanın müalicəsi deyil. Hər birinizə xoş gördük, dəyərli dostlar, dəyərli izləyicilər. Bugün studiyamızın qonağı tibb üzrə fəlsəfə doktoru, 4 əməliyyata görə dünyada patent almış dəyərli cərrah, ümumi cərrah həkimimiz Aynur xanım Hüseynzadədir. Xoş gördük. Çox sağ olun, təşəkkür edirəm dəvətinizə görə. Xoş gördük. Bugünkü mövzumuz vaginopastikadır. Xanımların son illər ən çox müraciət elədiyi əməliyyatlardan biridir vaginoplastika. Ümumiyyətlə vaginoplastika əməliyyatları kimlərə gərəklidir, kimlərə olmaz və hansı hallarda bu əməliyyat icra olunmalıdır? Bu mövzuya toxunacağıq bugün studiyamızda. İlk sualım isə belədir, Aynur xanım. Doğuşdan sonra adətən qadınlarda vaginal genişlənmə kimi problemlər yaşanır. Bu problemlər zaman-zaman aradan qalxırmı, yoxsa mütləq bir şəkildə əməliyyat olunmalıdır? Təbii ki, hər zaman bunu vurğulayırıq ki, hamiləlik zamanı toxumaların zəifləməsi, boşalması və genişlənməsi baş verə bilər. Ona görə də doğuşdan sonra doğuş və yaxud keysəriyyə ola bilər olsun, mütləq şəkildə bir müddət, bir neçə ay ərzində xanıma gözləməyi məsləhət görürük. Çünki bu müddət ərzində toxumalar yığıla bilər. Bir çox xanımlarda sidik qaçırma da ola bilər, doğuşdan sonra baş versin, ola bilər müəyyən sallanma problemləri, genişlik və s. Amma təxminən 3-4 ay ərzində toxumaların, hətta bəzən daha da çox, toxumaların yığılması baş verir. Və artıq bu müddətdən sonra yoxladığımız zaman həmin problemlərin artıq olmadığını görürük. Ona görə də mütləq şəkildə bir neçə ay ərzində gözləmək vacibdir. Ən azından 3-4 ay, bəzən hətta 6 aya qədər gözləmək lazımdır. Bundan sonra artıq biz toxumaları dəyərləndiririk. Problem mövcuddur, qalıb, yoxsa aradan qaldırılıb. Təbii ki, əgər problem qalırsa, bu da cavan xanımlarda daha çox genetik olaraq toxuma zəifliyindən baş verir. Bu problemlər istər belə deyək, bir neçə problem var burada. Sidik qaçırma, sallanma mənşəli sidik qaçırma, sallanma problemi, babasil xəstəliyi və həmçinin aşağı ətraf venaların varikoz xəstəliyi. Bunlar cavan adamlarda dediyim kimi genetik mənşəlidir və birləşdirici toxumanın zəifləməsi nəticəsində baş verir. Yəni zəiflik, anadan gəlmə zəifliyi. Yəni müəyyən maddələrin o toxumada çatışmazlığı nəticəsində artıq onlar meyllidirlər bu proseslərə və təbii ki, istər hamiləlik olsun, doğuş olsun, yəni hamiləlik prosesinin özü bu toxumaların artıq zəifləməsinə səbəb olur. Yəni artıq meyllik var və bir səbəb də ortaya çıxır və bu da artıq toxumaları zəiflədir. Bunun nəticəsində bu problemlər yarana bilir. Bəli, olur, məsəl üçün elə bir xanımlar olur ki, cəmi bir doğuş keçirib, bir hamiləlik olub, amma uşaqlıq sallanıb və yaxud sidik qaçırma qalıb və yaxud sidik hissəsi sallanmış vəziyyətdə 3-cü dərəcəli və yaxud hətta 4-cü dərəcəli sallanma. Məsəl üçün, mən görmüşəm təcrübəmdə, hətta 25 yaşlı pasiyentdə görmüşəm bu problemi. Ki, heç bir, belə deyək, başqa artıq müalicə yollarının təbii ki, o aradan qaldırıla bilməz. Orada artıq seçim əməliyyatdır. Elə də xanımlar olur ki, məsəl üçün, onlarda əgər o zəiflik yoxdursa, ola bilər 10 dənə doğuş keçirsin, heç bir problemi də olmasın. Təbii ki, burada artıq dediyim kimi genetik meyllik çox böyük rol oynayır. Vaginoplastika əməliyyatı zamanı həkim ümumiyyətlə cinsiyyət orqanında ya daxili hissələrdə hansı prosedurları həyata keçirir? Ümumiyyətlə vaginoplastika adı, belə deyək, elmi adı vaginoplastika deyil. Təbii ki, onun xüsusi adları var. Bu ümumi bir addır. Uşaqlıq yolunda bir neçə divar var. Daha doğrusu əsasən ön divardır, arxa divardır.
həmçinin sidik kanalın altıdır və aralıq nahiyəsidir. Vaginoplastika əməliyyatı təbii ki, bəzi hallarda biz ona şahid oluruq ki, yalnız arxa divar bərpa olunur. Buna vaginoplastika deyilir. Amma əslində arxa divarın bərpası arxa kolporafiya adlanır, ön divarın ön kolporafiya, deyək ki, aralığın bərpası perineoplastika. Yəni bunların hərəsinin özünün elmi adı var. Biz məsəl üçün öz təcrübəmizdə əməliyyat zamanı qadınlara bu əməliyyatı icra edərkən mütləq şəkildə bütün divarları bərpa edirik. Burada həm ön divar, həm arxa divar, həm sidik kanalın altı, həm də aralıq nahiyəsi. Niyə bunu etməyi vacib sayırıq? Çünki əgər bir toxumada zəiflik varsa, məsələn tutalım arxa divarda zəiflik varsa, təbii ki, bu xanımda meyillik var ki, bu öndə də olacaq. Gələcəkdə sidik kanalın altı boşalsa artıq sidik qaçırma yaranacaq. Ona görə də biz bu pasientlərə bütün divarları preventiv deyirik, biz profilaksik olaraq möhkəmləndiririk. Bu möhkəmləndirmə nəyə səbəb olur? Artıq uşaqlıq yolunu elə bir formaya gətirib çıxarırıq ki, doğuşdan əvvəl, məsəl üçün, necə olubsa, anatomik olaraq, quruluş olaraq necə olubsa, yəni o qaydada da artıq əməliyyatdan sonra o forma verilir. Bizim əməliyyatlarımızda, məsəl üçün, bir nüans da qeyd etmək istəyirəm ki, adətən, məsələn, deyək ki, arxa divarın bərpası zamanı bu prosesi uşaqlıq boyununa qədər icra edirik. Bəzi hallarda biz görürük ki, məsəl üçün, müraciət edir pasientlər, əməliyyat olublar, amma müəyyən, belə deyək, nəticədən razı deyirlər, başqa yerdə nəzərdə tuturam. Və artıq müayinə zamanı məlum olur ki, yalnız giriş nahiyəsi bərpa olunub, amma içəri boş olaraq qalır. Təbii ki, o əməliyyatın istədiyimiz nəticəsi olmayacaq. Ona görə də biz öz təcrübəmizdə mütləq şəkildə bu prosesi dediyim kimi uşaqlıq boyununa qədər icra edirik. Nəticə etibarilə uşaqlıq yolunu bir boru şəkildə yenidən bərpa edib yaradırıq, daha doğrusu belə deyək, yenidən qurma deyək belə, rekonstruksiya edirik. Və bununla da dediyim kimi həm anatomik olaraq, həm də funksional olaraq istədiyimiz nəticəni alırıq. Aralıq da niyə bərpa olunmalıdır? Bir çox xanımlarda, ümumiyyətcə, xüsusilə söhbət gedir təbii doğuş keçirmiş xanımlarda. Deməli, arxa divarla, uşaqlıq yolunun arxa divarı ilə düz bağırsaq arasında xüsusi bir əzələlər var. Buna biz puborektal əzələlər deyirik. Və uşaq artıq deməli, doğuş vaxtı uşaqlıq yolundan keçərkən bu əzələlər aralanır. Yəni demək olar ki, bütün xanımlarda, normal doğuş keçirən xanımlarda bu proses baş verir. Bu prosesin bir qadın üçün sonradan necə bir mənfi təsirləri ola bilər? Tək deyək ki, cinsi həyata təsirdən danışmırıq. Burada məsəl üçün defikasiya aktına da təsir edir bu proses. Niyə? Çünki həmin o puborektal əzələlər defikasiya aktını yaradan, ona səbəb olan amillərdən biridir, əsasıdır. Ona görə də, yəni onlar işləyərkən normal defikasiya baş verir. Ona görə də əzələlər aralı qaldıqda, xüsusilə illər ərzində artıq o xanımlarda normal defikasiya olmur. Yəni bir xanım defikasiya aktının baş verməsi üçün çox hədsiz, çox gücənməlidir. Bəzi hallarda artıq müəyyən barmaqla təzyiqlər etməlidir ətraf toxumalara. Çünki burada bir torba yaranır. Yəni bağırsağın bir hissəsi girir uşaqlıq yoluna daxil olur, arxa divarına və orada bir torba yaranır. Biz buna rektoceli deyirik. Onun da təbii ki, var az dərəcələri, böyük dərəcələri. Hərəsinin özünün xüsusi əməliyyatları var. Amma mütləq şəkildə istənilən əməliyyatda, yəni bərpa əməliyyatında tor qoymaya ehtiyac varsa qoyuruq, qoymaya ehtiyac yoxsa qoymuruq. Amma o levatorları, yəni o puborektal əzələləri mütləq şəkildə və möhkəm şəkildə biz onu bərpa edirik. Bu nəyə görə lazımdır? Həm defikasiya aktının normallaşması üçün. Bilirsiniz, bəzən xanımlar, daha doğrusu çox bu sual eşidirəm ki, bu ömürlük effekt verirmi, yoxsa müvəqqətidir? Biz eşitmişik, bu müvəqqəti prosesdir. Amma biz öz təcrübəmizdə, yəni bunun ömürlük effektini görürük. Çünki elə pasientlər olur ki, illər sonra müraciət edirlər.
başqa bir deyək ki, səbəbə görə məsəl üçün və biz yoxlayırıq, həqiqətən də o effekti necə əvvəlcədən olubsa, o vəziyyətdə də qalır. Çünki əzələlər möhkəm şəkildə yığılıb. Orada bir möhkəm divar yaradılıb və həmin o divar yenidən sallanmanın yaranmasına imkan yaratmır. Bir ikinci tərəfdən artıq dediyim o uşaqlıq yolunun normal forması, quruluşu, funksiyası yəni tam şəkildə yerində qalır. Bayaq bir məsələyə toxundunuz. Təbii doğuşdan sonra dediniz ki, problemlər yarana bilir. Ümumiyyətlə bu cür problemlər çox olur deyə xanımların əksəriyyəti keysəriyyə əməliyyatları üst tutulur, amma maraqlıdır, keysəriyyə əməliyyatı keçirmiş xanımda belə vaginoplastikaya ehtiyac olurmu? Bəzi hallarda bəli, belə bir şeylər də baş verə bilər. Təbii ki, xüsusilə klimakterik dövrdə olan xanımlarda buna artıq meyillik var. Yəni istənilən boşalmaya, sallanmaya, genişlənməyə meyillik var və təbii ki, orada da bu anadan gəlmə toxuma zəifliyi olan qadınlarda, cavan yaşlı xanımlarda da eyni qaydada meyillik var. Klimakterik dövrdə olan qadınlarda niyə bu meyillik yaranır? Deməli, dediyimiz kimi klimakterik dövrdə qadınlarda qadın hormonların miqdarı azalır, yəni ifrazı dayanır. Əvvəl azalır, sonra tamamilə dayanır. Çanaq dibi toxumaları həmin o hormonlara çox həssasdır. Yəni sırf onların əsasında işləyir, çalışır belə deyək. Və bu hormonların çatışmazlığı fonunda artıq o toxumalar yavaş-yavaş başlayır zəifləməyə. Biz buna atrofik proseslər deyirik, atrofiya deyirik. Zəifləmiş toxumalara təbii ki, məsələn, qadın olur ki, deyir, məndə heç vaxt problem olmayıb. Amma bir dənə divanı çəkdim və yaxud da ağır bir, deyək ki, bir əşya qaldırdım və ondan sonra gördüm ki, məndə nəsə elə bil düşdü orada, sallandı. Bir belə deyək ki, bəzən deyirlər şar kimi bir şey çıxdı və s. və artıq yoxlayırıq ki, həqiqətən ya sidik hissəsinin sallanması, ya uşaqlıq sallanması, ya düz bağırsağın sallanması. Yəni burada toxuma zəifliyi, andan gəlmə və yaxud qazanılma, üstəgəl qarın daxili təzyiqi artıran istənilən bir amil. Məsələn, nə ola bilər? Ağırlıq qaldırma, ağır fiziki iş ola bilər, xroniki qəbizlik buna səbəb ola bilər, xroniki quru öskürək səbəb ola bilər. Yəni bütün bu amillər həmin o proseslərə gətirib çıxara bilər. Çox maraqlıdır. Yəni uzun müddət davam edən öskürəklər bu cür problemlər yarada bilirmi? Bəli, yarada bilir. Hətta belə pasiyentlərimiz də olub, təcrübəmizdə belə pasiyentlər də görmüşük. Məsələn, elə pasiyent olub ki, yoxlamışam, yüngül sidik qaçırması olub, qərar verib ki, əməliyyat eləməyəcək hələ ki və hardasa bir neçə ay sonra müraciət edib artıq sidiyi ümumiyyətcə saxlaya bilməyib. Tamamilə, yəni biri var öskürəndə, asqıranda, biri var ki, tamamilə sidiyin gəzəndə belə axması baş verirdi. Və o bildirdi ki, doktor, mən xəstələndim və hardasa bir ay ərzində quru öskürəkdən əziyyət çəkdim və bundan sonra hiss elədim ki, artıq məndə sidiyi ümumiyyətcə saxlaya bilmirəm. Yəni belə proseslərdə baş verir, görürük belə təcrübəmizdə. Lazer vaginal daraltma deyilən prosedurlar var. Ümumiyyətlə bu prosedurla vaginoplastika eyni prosesdir? Yox, təbii ki, eyni proses deyil. Biri konservativ üsullar deyirik, yəni əməliyyat sayılmır, lazer prosedurdur. Vaginoplastika isə əməliyyatdır. Lazer prosedurları zamanı lazer şüaları uşaqlıq yolunun üst toxumalarına təsir edir və orada müəyyən yığılma baş verir, amma səthi toxumalarda baş verir. Təbii ki, lazerin effekti ola bilir, amma orada çatışmayan cəhət odur ki, müvəqqəti effekti var və tez-tez, yəni belə deyək, hər il demək olar ki, bu icra olunmalıdır ki, o istənilən effekt əldə edilsin. Biz öz təcrübəmizdə əsasən vaginoplastikaya üstünlük veririk. Niyə? Çünki bayaq dediyim o əzələni yığmaq, yəni hansı ki, o lazer prosedurunda təbii ki, mümkün deyil. Çünki o xüsusi cərrahi yolla yığılmalıdır. Bütün uşaqlıq yolunun bütün toxumalarını yığmaq, ön divar, arxa divar, sidik kanalın altı, aralıq. Bizim təcrübəmizdə əsasən biz
həm anatomik olaraq quruluşun bərpasına, həm də funksional belə deyək bərpasına üstünlük veririk. Yəni uşaqlıq yolu doğuşdan qabaq nə formada olubsa, nə funksiya daşıyıbsa, həmin onu da əməliyyat yolundan əldə etməyə çalışırıq. Bu da təbii ki, konservativ üsullarla onu əldə etmək bir qədər çətindir. Çünki dediyim kimi, bir çox doğuş keçirən xanımlarda əzələlərin aralanması baş verir ki, bunun da yalnız cərrahi yolla aradan qaldırmaq mümkündür. Problemlərin əslində izləyicilərimizə çatdırmaq istəyirəm ki, bir dəfəlik həlli əməliyyatdır. Yəni bu cür üsullar həkimimizin də dediyi kimi sırf müvəqqəti xarakter daşıyır. Ümumiyyətlə vaginoplastika əməliyyatından sonra cinsi həyat yaxşılaşırmı, yoxsa cinsi həyatda problemlər ola bilərmi? Məsələn, ağrı kimi, qanama kimi problemlər yarana bilər? Təbii ki, əməliyyatdan sonra ilkin dövrlərdə biz müəyyən dövrdə icazə vermirik. Hardasa ay yarım, 2 ay asılıdır. Biz sırf vaginoplastikası təxminən 6 həftə ərzində icazə vermirik və təbii ki, ilkin dövrlərdə müəyyən qədər ağrı da ola bilər, ağrı sindromu ola bilər. Hətta bəzən dediyiniz qanama, yüngül, təbii ki, orada belə deyək, çox cüzi qanamalar ola bilir. Amma artıq zamanla bərpa olunur və dediyim kimi, yəni tam normal şəkildə artıq bu baş verə bilir. Doktor, bəzi həkimlər vaginoplastika əməliyyatı keçirmiş xanımlara 1 ay müddətində oturmağı tövsiyə eləmirlər. Ümumiyyətlə bu 1 ay müddətində oturmaq niyə olmaz və tövsiyələriniz nə olardı? Bəli, belə halları və biz çox eşidirik pasiyentlər tərəfindən artıq əməliyyat barəsində maraqlananda bu sual tez-tez verilir bizə. Qeyd etmək istəyirəm ki, biz əməliyyatdan dərhal sonra, yəni əməliyyatın sabahı günü artıq pasiyenti aktivləşdiririk. Aktivləşdiririk, tam normal həyatına qayıdır. Təbii ki, müəyyən ağrılar ola bilir, hansı ki, hardasa 5-6 gün davam edə bilir. Amma oturmaq mənası və oturma və yataq rejimi ümumiyyətcə təyin etmirik. Yəni tam normal aktiv həyatını sürür pasiyentlərimiz. Evdə hətta iş görməyə icazə veririk. Sadəcə olaraq 1 həftə ərzində məsləhət görürük yana ki, oturulsun. Əslində düz otursa da düşünürük ki, bir şey olası deyil. Bizim yəni bu tövsiyələrimiz nədən irəli gəlir? Bayaq söhbətimizdə qeyd etdim ki, biz əməliyyat zamanı əzələləri çox möhkəm şəkildə yığırıq. Yəni düz girişdən başlayaraq uşaqlıq boyununa qədər möhkəm şəkildə biz o əzələləri tikirik. Yəni çox səthi yox, həqiqətən bütün əzələ boyu tikirik. Ona görə də onun aralanma ehtimalı pasiyent otursa belə yəni mümkünsüz düşünürük və bizim pasiyentlərimiz dediyim kimi dərhal əməliyyatdan sonra aktivdirlər. Heç bir yataq rejimi təyin etmirik. 1 həftədən sonra, 5-6 gündən sonra ümumiyyətcə işə də çıxırlar, normal həyatlarına qayıdırlar, otururlar, maşın sürürlər və s. Yəni istənilən normal həyatlarında necə belə deyək, nə edirdilərsə o qaydada da davam edir. Vaginoplastika elətdirmək istəyən xanımlar ilk olaraq hansı müayinələrdən keçməlidir? Təbii ki, ilk növbədə biz mütləq şəkildə ginekoloji müayinə icra edirik. Mütləq şəkildə istər uşaqlıq yolunun vəziyyətini, sallanma varmı, yoxmu, hansı dərəcədə sidik qaçırma varmı, yoxmu, hansı dərəcədə aralığın cırığı varmı, yoxmu. Bundan əlavə uşaqlıq boyunun vəziyyəti necədir? Təbii ki, daxili belə deyək, cinsiyyət orqanları da, belə deyək, uşaqlıq, yumurtalıq və s. bunları da yoxlayırıq və ümumi check-updan keçirlər və artıq belə deyək, başqa bir problem aşkarlanmırsa, əməliyyatın həcmi seçilir. Bu müayinə, xüsusilə fizikal müayinə dediyimiz o vaginal müayinə mütləq aparılmalıdır. Yəni baxın, mənə sosial şəbəkələrdən hədsiz çox yazırlar, suallar verirlər və hər kəs bu əməliyyatın standart bir əməliyyat və hər bir pasiyentdə eyni olduğunu düşünür, amma elə deyil. Yəni müayinə zamanı biz artıq müəyyən başqa bir problemlər aşkar edə bilirik. Bu fizikal müayinə dediyimiz, yəni vaginal müayinənin icra edilməsi çox vacibdir. Çünki bir çox hallarda biz yəni bir diaqnozla gələn pasiyenti yoxlayarkən artıq tamamilə başqa problemlər çıxır. Məsələn, yaxında olan bir hadisəni danışmaq istəyirəm. Təbii ki, burada biz heç bir pasiyentin belə deyək, şəxsi məlumatlarını vermirik, aydın məsələdir. Amma yəni təbii ki, bu başqa pasiyentlərə də deyək ki, bir örnək ola bilər. Xanım bizə müraciət etmişdi ki, sidiyə getməkdə çətinlik çəkir və
Biz onu dəvət etdik. Müayinə zamanı məlum oldu ki, uşaqlıq yolunun girişi tamamilə bağlıdır. Yəni yapışıb bağlıdır və o çox xırda bir dəlikdən sidiyə gedir. Əslində bizə gələnə qədər bir çox yerdə müayinə olunmuşdu, yəni müəyyən uroloji, böyrək yoxlanılmışdı, uroflowmetri və s. bir çox müayinələrdən keçmişdi. Amma yəni fizikal müayinə heç bir yerdə icra olunmamışdı. Həqiqətən çox əziyyət çəkirdi. Yəni çox xırda bir dəlikdən sidik ifrazı baş verirdi. Təbii ki, bu gələcəkdə böyük fəsadlara səbəb ola bilər. Yəni bu artıq müəyyən qədər böyrəklərdə də problemlər yarada bilərdi. Və biz xanıma bu problemin olduğunu bildirdik. Bu pasientdə biz xüsusi rekonstruktiv əməliyyat icra etdik, plastika icra etdik və problem aradan qaldırıldı. Yəni bu sözümü ona gətirirəm ki, hətta pasientlər özləri də bəzən səhv düşünə bilərlər, diaqnozlarını səhv bilə bilərlər. Ona görə də biz deyəndə ki, mütləq müayinə olunmalıdır. Bu istənilən əməliyyatdan öncə çox vacib prosedurdur. Müsahibəmizin əvvəlində izləyicilərimizə 4 əməliyyatınıza görə patent aldığımızı vurğulamışdıq. Çox maraqlıdır, bu əməliyyatlar hansı əməliyyatlar olub? Bu əməliyyatlar çanaq tibi cərrahiyyəsinə aiddir. Bu əməliyyatları 2012-ci ildən icra edirəm. Əslində bu sahəyə ümumiyyətlə gənc yaşlarımdan çox böyük maraq olub məndə. Niyə? Çünki illər əvvəl məsəl üçün görürdüm ki, əməliyyat olunur pasiyent, məsələn sallanma problemi, sidik hissəsinin deyək ki, 3-cü, 4-cü sallanması var. Pasiyent əməliyyat olur, amma əməliyyatdan sonra yenidən yaranır. Yəni pasiyent biraz güc verir və yenidən sallanma baş verir. Bu nə zaman olur? Əgər 3-cü, 4-cü sallanma zamanı toxumalar, plastika öz toxumaları ilə icra olunursa, bu problem yenidən təkrarlana bilir. Niyə? Çünki onsuz toxumalar zəifdir. Və biz o zəifləmiş toxumaları bir-birinə tiksək də yenə də biraz güc verən kimi, dediyim bayaq qarın daxili təzyiq qalxan kimi artıq o toxumalar cırılacaq, zədələnəcək və problem yenidən yaranacaq. Ona görə də o illərdə mən Sankt-Peterburq şəhərində bir neçə dəfə çanaq tibi cərrahiyyəsi üzrə kursa getmişəm, o kursları keçmişəm. Və xüsusi əməliyyatlar var. Bu vaginal əməliyyatlardır. Torlosakraspinal fiksasiya, yəni xüsusi meş vasitəsilə sallama problemi aradan qaldırılır. Və o vaxtdan o əməliyyatları icra etməyə başladım. Sadəcə olaraq işin əsnasında artıq müəyyən çatışmazlıqları görürdüm. Və təbii ki, biz mütləq şəkildə çalışırıq ki, əməliyyat nəticələri daha da mükəmməlləşsin, daha da yaxşılaşsın. Buna görə də müəyyən üsullar düşündük. Bu üsullarla artıq yəni sallanma probleminin yenidən yaranması və yaxud sidik qaçırmanın deyək ki, müəyyən ağır formalarında icra olunan, məsələn deyək bayaq dedik, xanım gəzərkən belə sidik saxlaya bilmir. Bu çox ağır bir problemdir və bir çox hallarda belə qadınlar artıq müəyyən bezlərdən istifadə etməlidirlər. Cəmiyyət içinə çıxa bilmirlər, kompleks yaşayırlar. Yəni bu həqiqətən ağır sosial problemdir və yaxud da problemlərdən biri anal sfinkter çatışmazlığıdır ki, bu zamanda qaz və nəcisin saxlamamazlığı baş verir. Ümumiyyətcə patent 4 istiqamətdə çanaq tibinin 4 defekti üzrə alınıb, sidik qaçırma və sidik saxlamazlığı, sidik hissəsinin sallanması, düz bağırsağın sallanması və anal sfinkter çatışması. Yəni çanaq tibində olan defektlər nəticəsində yaranan bu xəstəliklərdə bu əməliyyatların təkmilləşdirilməsidir. Və təbii ki, biz bunu patenti almaq kifayət qədər çətin prosesdir. Bu avrasiya patentidir. Bunu xüsusi biz formalaşdırırıq, göndəririk. Orada xüsusi ekspertizalardan keçir. Təbii ki, bəzən aylar, bəzən illər, yəni illər ərzində baş verir bu proseslər. Ekspertiza mütləq şəkildə araşdırır ki, bu üsul dünyada icra olunur, yoxsa icra olunmur. Və artıq onlar əmin olanda ki, icra olunmur, o zaman bu patenti verirlər. Bizim üçün sevindirici bir hal oldu ki, yəni çox nadir bir, belə deyək, nadir olan bir şeydir ki, bu 3 patenti biz 3 ay içində aldıq. Yəni dediyim kimi aylar, bəzən illər gedir, bəzən də artıq müəyyən qədər oxşar əməliyyat tapırlarsa imtina eləyirlər, yəni vermirlər patenti. Amma
3 ay ərzində və belə deyək, qeyri-şərtsiz, sual olmadan onlara hətta 2 ay yarıma təsdiqlənmişdi. 3 ay içində artıq verildi ki, bu da həqiqətən nadir baş verən bir hadisələrdir. Buna görə də Azərbaycan səhiyyəmiz adına qürurluyuq ki, belə bir hadisə baş verib. Əslində bu cür hadisələr bizi də çox sevindirir, çünki həmişə cəmiyyətdə belə bir fikir var ki, bizim yaxşı həkimlərimiz azdır. Bəzən insanlar yaxşı həkim tapmaqda çətinlik çəkirlər, çünki internetdə yaxşı həkim yazıb o sözlə axtarmaq mümkünsüz bir şeydir. Adətən insanlar öz yaxınlarından, doğmalarından, tanışlarından arayıb araşdırır, hansı bir əməliyyata girməmişdən bax məlumat alır. Amma bizim də məqsədimiz ondan ibarətdir ki, bu cür savadlı, dəyərli həkimlərimizi dəyərli izləyicilərimizə təqdim edək və çox şad oldum sizinlə tanış olduğuma görə. Sonda bir məsələyə toxunmaq istəyirəm. Adətən əməliyyata girmək istəyən adam fərq eləmir, istər həm çanaq dəvə əməliyyatı olsun, ya məsələn adi bir üzdəki adi bir əməliyyata görə qiymətlə maraqlanır. Ümumiyyətlə qiymət məsələsi barədə istəyərdim danışarsınız. Siz bu məsələyə necə yanaşırsınız? Əslində bu bizim ağrılı məsələlərimizdən biridir. Niyə? Çünki mən deyərdim ki, sosial şəbəkələrdə ən çox verilən sual odur. Və burada biraz məyus oluram. Niyə? Çünki əslində düşünürəm ki, bu bir insan orqanizmidir, insan bədənidir və o məsələyə gəldikdən öncə əslində keyfiyyət araşdırılmalıdır. Yəni məsələn hansı üsullarla olur, necə baş verir, deyək ki, reabilitasiyası nədir və s. Yəni tibbi suallardan çox o sual verilir. Burada mən mütləq şəkildə bütün pasientlərə bildirirəm ki, qiymət deməzdən öncə mütləq müayinə icra olunmalıdır. Yəni pasient müayinə olunmalıdır. Çünki iki pasient ola bilər ki, deyək ki, eyni əməliyyata gedir, amma orqanizm fərqlidir. Deyək ki, bir pasient məsəl üçün həmin o vaginoplastikaya gedir, yanaşı heç bir problemi yoxdur və yaxud da başqa deyək sallanma olsun, sidik qaçırma və s. və yaxud başqa cərrahi problem olsun. Yanaşı heç bir xəstəlik yoxdur. İkinci pasient gələ bilər ki, deyək ki, onun yanaşı 4-5 dənə xəstəliyi var. Deyək zobu var, deyək şəkərli diabeti var, deyək ürəkdə hər hansı bir problem var və s. Təbii ki, bu pasiyentin müayinəsi, bu pasiyentin yəni ilk növbədə müayinələr icra olunur axı. Müayinələr birinci pasiyentin müayinələrinin ikincisi eyni deyil. Axı biz burada müxtəlif yəni istiqamətdə yoxlamalar aparmalıyıq ki, nəyə görə biz bunu eləyirik ki? Əməliyyat təbii ki, əməliyyat müəyyən qədər riskdir, anesteziya verilir və s. O riski minimuma endirmək üçün biz pasiyenti ətraflı yoxlayıb o riskləri azaltmalıyıq, yəni minimuma salmalıyıq. Ona görə də təbii ki, bu iki pasiyentin xərcləri eyni ola bilməz və yaxud da ki, əməliyyatın özü, əməliyyat vaxtı. İki pasiyentdə tutalım ki, istifadə olunan dərmanlardır, anesteziyadır, deyək ki, əməliyyatdan sonra müəyyən quluqdur və s. yəni dərmanlar və s. bunlar da fərqli ola bilər. Ona görə də mütləq şəkildə biz ilk növbədə yoxlama, yəni pasiyentin yoxlanılmasını mütləq şəkildə tövsiyə edirik. Və eyni zamanda da dediyim kimi, deyək vaginal müayinə zamanı pasiyent gəlir, mən vaginoplastika istəyirəm. Amma yoxlayırsan, baxırsan ki, 3-cü dərəcəli sallanması var. Mən ona vaginoplastika eləsəm, bir müddət sonra o əməliyyatdan sonra o sallanma təkrarlanacaq. O elə pasiyentlər var, yanımıza gəlirlər, yəni təəssüf ki, 2 dəfə, 3 dəfə əməliyyat olub, sonra araşdırıb gəlib tapırlar ki, bəli, yəni o üsullarla əməliyyat olur. Deyir doktor, əməliyyatdan bir həftə sonra yenə eyni problemi yaşadım. Çünki yəni belə deyək, biz o pasiyenti məsəl üçün xüsusi başqa üsullarla əməliyyat eləyərdik. Tor qoyardıq, deyək ki, məsələn, bəzən müraciət edirlər ki, doktor, mən vaginoplastika oldum, amma sidik qaçırmam keçmədi. Mən başa salıram ki, vaginoplastika əməliyyatı sidik qaçırmanın müalicəsi deyil, cərrahi müalicəsi deyil. Vaginoplastika yalnız estetik əməliyyatdır. Və biz onu yalnız o pasiyentlərə icra edirik ki, onlarda müəyyən qədər doğuşdan sonra genişlik var, diskomfort var, deyək ki, əlaqə zamanı müəyyən diskomfort problemlər var, hava dolması və s.
Yəni o estetik problemdir. Amma artıq 3-cü, 4-cü dərəcəli sallanmalarda biz təbii ki, məsəl üçün mənə müraciət eləsə belə pasiyent, mən deyərəm ki, yəni siz əgər işi bizdən belə deyək, keyfiyyətli iş istəyirsinizsə, bu problem yenidən yaranmasın gələcəkdə, biz artıq bu əməliyyatı icra etməliyik. Onun da təbii ki, istifadə olunan ləvazimatdan asılı olaraq, dediyim kimi, elə pasiyent var, tora ehtiyacı yoxdur, eləsi var, tora ehtiyacı var və s. Yəni bir çox amillər var ki, o qiymətə təsir edə bilər. Ona görə də, yəni belə deyək, düzdür, biz bugünkü gün reallığı odur ki, insanlar təbii ki, daha çox öyrəşib sosial şəbəkələrdə müəyyən endirim aksiyaları. Yox, endirim aksiyaları deməyi, məsəl üçün deyək ki, bir əşya satılır, reklam olunur və s. və insanlar onun, mən də içi daxil, onun qiymətini soruşa bilərəm. Amma o əşyadır. Biz isə insan orqanizmindən, insan bədənindən danışırıq. Hansı ki, hər bir insanda individualdır. Yanaşma da individual olmalıdır. Yəni hər kəsə eyni, belə deyək, eyni əməliyyat etdim, hər kəsə eyni dərmanlar vurdum, hər kəsə eyni anesteziya verdim deyə belə bir şey yoxdur. Biz xəstəliyi yox, xəstəni müalicə etməliyik. Hər bir insan individualdır. Ona görə də söhbət sağlamlıqdan gedirsə, düşünürəm ki, burada ilk növbədə keyfiyyət haqqında maraqlanmalıdır pasiyentlər. Yəni ilk suallar tibbi suallar olmalıdır, keyfiyyət sualları olmalıdır, hansı üsullarla dərindən araşdırılmalıdır. Çünki bilirsiniz, dediyim kimi o pasiyentlər ki, bir neçə dəfə uğursuz əməliyyat eləyir, sonra araşdırır, tapır, gəlir, onlar artıq bilir ki, nələrdən keçiblər. Amma bunu axı birinci dəfədən eləmək olar ki, o problem yaranmasın bir daha. Və təbii ki, yəni hər bir etdiyimiz əməliyyatını da müəyyən qədər əsaslandırmalıyıq. O qədər elə xəstə olur ki, pasiyent olur ki, əməliyyata gəlir, amma biz müayinə edirik və əməliyyatı tövsiyə etmirik. Və yəni bildiririk ki, əməliyyat olunsan, vəziyyət pisləşə bilər. Məsələn, elə pasiyentlər var ki, sidik qaçırma ilə müraciət edirlər, deyək ki. Sidik qaçırmanın 3 növü var və onun yalnız 2 növündə əməliyyat məsləhətdir. Bir növündə isə qıcıqlanma mənşəli sidik hissəsində əməliyyat olunarsa, tor qoyularsa, bu daha da acınacaqlı vəziyyətə gətirib çıxara bilər. Yəni o pasiyentlər çox əziyyət çəkir. Ona görə də biz baxırıq, deyirik ki, sizə əməliyyat lazım deyil. Hətta sizə kimsə desə əməliyyat olmaz. Müəyyən dərmanlar yazırıq və yola salırıq. O keçir dərmanlarına? Tam da keçməsə, amma vəziyyətdə o problemlərdə, ümumiyyətcə çanaq tipi problemlərində bizim əsas məqsədimiz qadının həyat keyfiyyətini yaxşılaşdırmaqdır. Çünki var tamamilə deyək ki, bir öd daşı xəstəliyi var, öd kisəsini xaric edirsən, bitir ondan iş. Amma burada artıq biz hər tərəfli qadının həyat keyfiyyətini yaxşılaşdırmalıyıq. Həm anatomik olaraq bərpa etməliyik, həm də funksional olaraq. Yəni artıq qadın tam normal həyatına qayıtsın, o problemləri yaşamasın, kompleksləri olmasın. Onu da qeyd etmək istəyirəm ki, xüsusilə bu vaginoplastika əməliyyatından danışırıqsa, əvvəlcədən də ondan əsasən danışdıq. Vaginoplastika əməliyyatı qadınların özgüvənini çox artırır. Bəzən məsəl üçün pasiyentlər müraciət edirlər və o problemlərlə illər ərzində yaşayırlar. Onlar artıq alışıblar ki, belə olmalıdır, amma əslində olmalı deyirlər. Amma əməliyyatdan sonra o müəyyən vəziyyət, müəyyən hissiyatlar onları artıq o özgüvənin artmasına səbəb olur. Komplekslər aradan qalxır. Ona görə də əgər qadında müəyyən o komplekslər varsa, problemlər varsa, elə qadın var ki, deyir mən kompleks yaşamıram, ona görə baxırsan genişlik də var, məsəl üçün əməliyyata göstəriş də var, amma deyir məni narahat eləmir, doktor ötmür, lap yaxşı. Yəni təbii ki, artıq narahat eləyən etsə, onda müraciət edərsiniz. Amma bir onu da deyim ki, əslində müəyyən qədər sallanma varsa toxumalarda, deyək ki, ikinci dərəcəli ön divarın, arxa divarın və yaxud sidik kanalın altının boşluğu varsa, vaxtında icra olunan o vaginoplastika əməliyyatı, təbii ki, düzgün şəkildə icra olunan əməliyyat gələcəkdə daha böyük sallanmanın yaranmasının qarşısını alır və daha böyük həcmli əməliyyatdan qurtarır, yəni canı qurtarır xanımlar.
Çox sağ olun, Aynur xanım, dəyərli məlumatları bizlə bölüşdünüz. İzləyicilərimizə bildirmək istəyirəm ki, bu gün vaginopastikadan danışdıq. Ümumiyyətlə, son dövrlər bütün xanımlar əməliyyat sevərdilər. Nə mənada? Yəni hər internetdə gördüyü elanlardan, aksiyalardan yaralanmağa çalışılır, amma siz dediyiniz kimi bəzən ağırlaşmış vəziyyətdə bir neçə əməliyyat keçirdikdən sonra nəticə almadıkları halda müraciət edirlər. Bu baxımdan mütləq hansısa bir əməliyyata girəcəksinizsə, bu əməliyyatı dəqiq şəkildə araşdırın. İndi əlimizin altında internet var, süni intellekt var. Hansı prosedurlar həyata keçiriləcək, bunu dəqiqləşdirin. Qiymətdir, aksiyalardır, kiminsə tövsiyələri əsasında yox, sırf savadlı həkimlərimizin tövsiyələri ilə əməliyyata girin. Bir daha təşəkkür edirəm Aynur Mən xanım. təşəkkür edirəm Həm izləyicilərimiz dəvətinizə adından, görə. həm öz adımdan sizi tanımaq mənim üçün xoş oldu. Növbəti müsahibəmizdə çox maraqlı mövzularımız olacaq. İstərdim ki, izləyicilərimizə sizi maraqlandıran suallar olarsa, açıqlama bölümünə yazın, sual bölümünə yazın. Həkim haqqında məlumat almaq istəsəniz, açıqlama bölümünün də videonun üzərində əlaqə nömrəsini qeyd etdik. Özünüzə yaxşı baxın. Növbəti müsahibələrdə inşallah görüşərik. İnşallah. Təşəkkür edirəm. Sağ olun.